Herkese salam dostlar, yepyeni Free Fire videomuza da qarşınızdayıq. Bu dəfəki videomuz hesab incələmədir. Yenə bir abunəsimizin hesabına daxil olaraq hesabını sizlərlə birlikdə incələyəcəyik. Hətta dostumuz o hesabı satır. Qiymətini videonun irəliləyən dəqiqələrində sizlərə açıqlayacağam. Amma əvvəlcə hesabı sizlərə göstərim. Yenə ana bağlantı ilə girəcəm. Dostumuz güvəndiyi üçün hesabının birbaşa ana bağlantısını verdi. Amma buna ehtiyac yoxdur. Mən sadəcə hesaba girib videoyu alıram. Hesabla əlaqədar başqa bir işim qalmır. Ona görə də çalışın ki, yan bağ verəsiz. Bu arada dostlar, 1K abunə olmamıza az qaldı. Nəzərinizə çatdırım ki, inşallah 1K abunə olan kimi videoları çəkməyə kompüterdə davam edəcəm. Hal-hazırda PC-mi yığıb test eləmişəm. Free Fire 120 FPS verir. Məncə video çəkmək üçün kifayətdir. İnşallah 1K olarıq və mən də videoları sizlər üçün kompüterdə çəkməyə davam edərəm. Ona görə də kanalımı dostlar, tanışa paylaşın ki, abunə olsunlar. Hətta sizə taktika verim. Yan Gmailiniz, yəni yan hesabınız varsa, oradan da abunə olaraq mənə dəstək ola bilərsiniz. Nəysə, çox uzatmadan videoya keçək. Videoya başlamazdan öncə kanala abunə olub və videolara like atmağı unutmayın. Əgər bu videoda ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Bir dənə like da nədir ki? Nəysə, dostumuzun hesabına keçib gəlirəm. Bəli uşaqlar, gəldik dostumuzun hesabına. Nəysə, keçək silahlarından başlayaq. Aha, elə asan kimi bizə M4A1-in evosu qarşıladı. 13 ədəd M4A1 desemiz var. Evoda 3 leveldir. Normaldır, yəni ən azından bir evovuz varsa dostlar. Yəni əgər onu bir maksdamaq məcburiyyətində deyilsiniz, əgər büdcəviz yetmirsə, istəmirsinizsə, heç olmasa 4 səviyyə edirsiniz. Oyunda da effektivli olur, həm də görünümü də möhtəşəm olur. Keçdik AK desenindən. Kalaşnikov. Oo, Drakon AK-si var. Bunun zaten gücünü bilən bilir. Hasarı 2-dir, atış hızı 1-dir. Yəni hər tərəfli güclüdür bu. Heç o birislərinə baxmağa dəyməz. Uşaqlar, bundan niyə oyunda 2 ədəd var? Bilən varmı? Bilən varsa kommentə yazsın. Özdə ikisi də, yəni biri var deyim, biri vaxtsız, biri vaxtlı olsun. Elə bir tema deyil. İkisi də vaxtsız verilib, amma eyni silah desenindən 2 ədəddir. Bilən varsa kommentə buyura bilər. Belə baxıram, bundan əlavə dəyərli AK deseni yoxdur. Zaten bu varsa heç Evo'nun belə olmasına ehtiyac yoxdur. Keçdik AK-dən sonra, daha doğrusu Scar desenindən. Deməli 13 ədəd Scar'ımız var dostlar, görmüş olduğunuz kimi. Altın vuruş, baxın bu da qəşəngdir, pis deyil bu. Bu boya pasdan alınmadı. Bu esrarengiz arayıcıdır. Hayalet suikastı. Scar desenləri möhtəşəm ya bu arada. Yəni hesab fulldür. Scar daha doğrusu hesab Scar deseni cəhətindən çox fulldür da. Yəni başqa deməyə söz tapamadım. Groza 8 ədəd Groza desenimiz var, görmüş olduğunuz kimi. Bu da niyə Groza görsənmədi? Hə, görsəndi. Deməli 4 leveldir. Baxın, normal, standart. Düzdür, mən bu Evo'nu heç sevmirəm. Yəni şəkli, şemali çox, nə bilmə, ideal deyil ona görə. Groza'nın digər deseni, bu zaten bilən bilir, bu köhnəndir. Hər hesabda yoxdur, yalnız köhnə hesablarda olur. Düzdür, vaxtı ikən bunu deyəsən otomatdan verirdilər, amma yenə də old hesablarda var. Yəni yeni hesablarda olmurdu. Groza desenlərimiz də bu qədər gəldi. Famasa 7 ədəd famasımız var, 7 ədəd XM8'imiz var. Baxın, belə bir atölye var. Zaten bu ola heç o birisləri kuşanmasa da olar. Hətta Evo belə olsa bu qəşəngdir. An94 elə də güclü desenimiz yoxdur, amma haklama anonsu olan silahlarımızı yığıb dostumuz. Plazma 2 ədəddir. Alqumuz, 8 ədəd alqumuz var. Oo, qəşəngdir ya bu. Bu da qəşəngdir, bu da pis deyil. Bu köhnədir. Düzdür, vaxtı ikən pulsuz verilib, amma köhnədir. Ən azından istifadə etməyə dəyər dostlar. 7 ədəd parafal desenimiz var. Parafaldan da güclü bir desen görmürəm. Amma dostumuz Evo gəlsə, Evo'nu almasını olan məsləhət görərəm. Yalı çapqını. Deməli, yalı çapqını bir ədəd, bu qəşəngdir. Pis deyil. Həm hasarı 1-dir, doldurma hızı 2-dir. Eyni zamanda da belə bir effekti var. G36 bəyənmirəm bu silahı, amma lazım olanda insanı dardan qurtarır. Eyni zamanda Bizon da, UMP də, MP40 da, baxın bu tip silahları da bəyənirəm. Nişancı tüfeyi, baxın bu çox qəşəngdir. Deseni, görünümü falan qəşəngdir, amma gücü yaxşı deyil. Atış hızı 1-dir, zırh dəyməsi 1-dir. Heç olmasa hasarı 2 olsaydı, heç o birisi güclərinin olmasına ehtiyac qalmayacaqdı. M14 desenindən də bu qədər. 2 ədəd SKS desenimiz var. Sevmirəm bu silahı, amma bu deseni niyəsə bütün hesablarda görürəm. CVD 5 ədəd CVD desenimiz var. Bu boya pasdan alınma CVD desenidir. ATKK elə də güclü desenlər yoxdur. Bu pulsuz alınmadı, amma necə dostumuz bunu kuşanmır. Nəysə, bunu əlləmirəm. Yəni mən hesaba ancaq incələmə adı ilə daxil olmuşam deyə heç bir şeyi dəyişdirmirəm. Özü bilər öz hesabıdır. Kararlı, korkusuz, at 86 ədəd at 80 görünümümüz var dostlar bu arada. Qəşəngdir, pis deyil. Bu da qəşəngdir. Düzdür, etkinlikdən verilib, amma ən azından vuruş, daha doğrusu haklama animasyonu var. Bu da qəşəngdir, pis deyil. Keçək makineli tüfəklərə. Makineli tüfəklərdən 5 ədəd M249 desenimiz var. Bu dikenli omurqa hər köhnə hesabda, yəni mütləq olmalıdır, olmazsa olmazımızdır. Bəli, yeni gələn
M60 Evo'muz var. Bəyənirəm bu arada bu Evo'nu. Çox sərfəli Evo'dur həqiqətən də. Lobbydə göstər niyə elədim? Mən bunu belə eləyəcəydim. Ha. Baxın əldə duruşu da bu şəkildədir. Heç olmasa 3 level olsa qəşəng olar. Digər desenləri də göstərim. Zaten ən dəyərlisi budur deyə dostumuz bunu kuşanıb. 2 ədəd kod desenimiz var. Deməli UMP desenlərindən də bunu zaten bilən bilir bu hansı UMP desenidir. Bunu kahraman olanda verir. Daha doğrusu 6 dəfə kahraman olanda verir. Baxın belə bir UMP desenlərimiz var. Köhnə UMP desenləri də var. Keçək MP5 görünümlərinə. 11 ədəd MP5 görünümümüz var. Hansı ki ən dəyərlisini kuşanıb dostumuz Evo'dur. Bunu mən hələ də anlaya bilmədim ki, bunu hardan alırlar uşaqlar. Bunu yazın da, kommentlərə yazın görüm. Bunu hardan alırsınız siz? Bunu bütün hesablarda görürəm. Demək olar 99% hesabda var, bir dənə məndə yoxdur. Çox maraqlıdır. Yəqin gizli etkinliyi falan gəlib, mən görməmişəm, onlar alıblar. MP5 desəmiz bu köhnənin MP5 desenidir bu arada. Bay Ceviz Kran. Bilən bilir zaten, hər köhnə hesabda mütləq olmalıdır. Bunları da göstərim, keçirəm növbəti VSS deseninə vaxt itirmədən. Video çox uzun olmasın. 3 ədəd VSS desenimiz vardı dostlar. Nəsə olar göstərmirəm, çox dəyərli şeylər yoxdur. Zaten VSS də çox istifadə olunan silah deyil. MP40 desenlərimizdən bunlar var. Əməlli başlı MP40 deseni var ha dostumuzun. Pis deyil. Pəmbə MP40 olsa əla olar. Atış hızı 2, bu da pis deyil ha. Yəni bu da ona əvəzini verir. Pəmbə MP40 baxın hasarı 2-dir. Kimdə varsa kuşana bilər. Zaten özünüz yaxşı bilirsiniz ki, hansını kuşanmaq lazımdır. P90 desenimiz əladır. Bu nədir? Volkanik güc. Aha, bu qəşəngdir. Bilmirəm hardan alınır, amma qəşəngdir. Bilən varsa kommentə yaza bilər. CG15 zaten bu elə də istifadə olunan bir demək olar ki, heç istifadə olunmur. Çünki zaten oyunda görmürük. Zaman yolcuları deməli Thompson silahımızdır. Əladır, pis deyil. Bunu da zaten bilən bilir, hər köhnə hesabda var. Zaten maskanı görəndə özünüz biləcəksiniz ki, hansı sezondan söhbət gedir. Vektor, 7 ədəd Vektor desenimiz var. Bunu ilk dəfə görürəm ha. Bunu da ilk dəfədir görürəm. Altın hakimiyyət, yəni belə bir Vektor desenləri mi var idi? Yəqin çox köhnədir. Mənim xəbərim yoxdur, nə vaxtsa gəlir. Keçən Makon desenimizdə dostlar, 7 ədəd Makon desenimiz var burada görmüş olduğunuz kimi. Zaten bu Makon deseni demək olar çox hesabda var. Amma qəşəngdir, ən azından oynayış formamızı maraqlılaşdırır. Yəni bildiyinizdə nə demək istəyirəm, ən azından oynayanda insana zövq verir. Bizon, 4 ədəd bizonumuz var dostlar. Bizondan elə də qəşəng desenlər yoxdur. Gəldik bura pompalı tüfənglərə. Baxın söhbət burada başlayır. M1014-ün deməli Evo'su var, 3 level. Eyni zamanda baxın bu var. Bunu zaten bilən bilir. Bunu bilən bilir, yəni çox şey deməyə ehtiyac yoxdur. Çox möhtəşəm desəndə. Yəni bu hər hesabda yoxdur, hər adam almadı bunu. Amma bu hesabda var. Baxın belə bir atölyemiz var. Bu zaten bunu bilən bilir. Keçdik digərlərinə. Burada digərlərindən də sadə desenlərdə elə də çox deyil. Splash elə çox bəyənmirəm, amma desenləri var yenə də. Splash'ın old desenləri də var. M1887. Eyni zamanda Evo da var. Baxın bu da var. Bunu bilən bilir. Yəni çox danışmağa ehtiyac yoxdur. Zaten bilən bilir. Keçdiyim maqnitli desenimizdə dostlar. Maqnitli desenlərindən bir dənə budur. Zaten bu da demək olar çox hesabda var. Şarj bozan, baxın bu hər hesabda yoxdur. Gecə ısırığı adında bir şarj bozandır. Bunları deyə bilmərəm, amma bu hər hesabda yoxdur. Mən bunu şəxsən ilk dəfədir bu hesabda görürəm, ona görə. Dragon desenlərindən də sadə, klassik görünümlərdir dostlar. Baxın alev külü. Bunu hardan alırlar ki bəyəm? Mən bunu ilk dəfədir burada görürəm, bilmirəm dəyərlidir ya yox. Bilən varsa kommentə buyura bilər. Yəni dedim, əgər mən qüsur eləyirəmsə burada, qüsurum varsa videoda kommentə buyura bilərsiniz. Kommentlərinizi mütləq və mütləq şəkildə oxuyuram. Yəni like eləməsəm də mütləq və mütləq şəkildə oxuyuram. Dostlarım, əgər bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsinizsə, mütləq və mütləq şəkildə kanala abunə olub və videolara like atmağı unutmayın. Nəzərdə çatdırım ki, bunları eləyəndə məni möhtəşəm bir şəkildə motivə etmiş olursunuz. Dediyim kimi, əgər bu videoda ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Nəysə, davam edək. Gəldik AVM desenlərinə dostlar. 6 ədəd AVM deseni var, 2 ədəd Kar98 deseni var. Çox da dəyərli deyil deyə, yəni buradakı desenlər dostumuz sadə olan kuşanıb. Yəni olmağındansa olmamağı daha yaxşıdır. Yəni bunu bildirmək istəyirdi. Nəysə M28B desenlərindən bunlar var. M24-dən isə bu hər hesabda demək olar ki var. Bunu ilk dəfədir görürəm ha. Yıldız otusu. Tapancalara gələndə Desert Eagle görünüşü halal olsun. Baxın boya pasdan alıb bunu, dəyərli bir şeydir. Çünki Desert Eagle görünümü elə Garena hər dəqiqə gətirmir. 4 ədəd M1873-dür, 6 ədəd M500 görünümüzdür. Yəni belə deyək də klassik M500-ləri düzüb bura. FF bıçağı bu hər hesabda yoxdur uşaqlar, qəşəngdir. Baxın bu da hər hesabda yoxdur, dostumuzun hesabında var. Bu deyəsən etkinlikdən alınma bir şeydir. Bilmirəm, səhv edirəmsə düzəldə bilərsiniz komment qismində. 3 ədəd deməli nə var? M1917 var, USB 2 ədəddir, daha doğrusu 1 ədəddir. Mini Uzi 9 ədəd Mini Uzi görünümümüz var. Ha, bu olddur ya, köhnəndir. Hazır bir 3 ilin falan olar. 3 ilin ya 4 ilin olar. Otomata gəlmişdi, yadımdadır. Çox yaxşı yadımdadır. Şifa tapancası heç gəldik yaxına dostlar. 18 ədəd tavamız var, 23 ədəd palamız var.
Deməli, beyzbol sopası 26 ədəddir. 6 ədəd katanamız var. Katanalar maraqlıdır. Gəlin katanalara baxaq. Baxın, belə katana görünümlərimiz var. Görmüş olduğunuz kimi. Tırpan 12 ədəddir. Tırpanlar da mənə maraqlıdır. Baxın, bu olddur. Düzdür, pulsuz versə də olddur. Əladır, pis deyil. Nəysə, keçək yumruğa. Oo, 3 ədəd yumruq deseni var. Özü bunu bilən bilir. Yəni bunu bilən bilir. Bu oyaq deyildi. 2021-ci ildə gəlmişdi. Bu yenidir, təzə düşmədi, amma yenə də dostumuz hesaba əlavə edib ki, ən azından yumruq sayısı biraz çoxalsın. Baxın, belə bir yumruq desenimiz də var. Bu da deyəsən təzə gəlib. Keçdik el bombalarına. 57 ədəd el bombası var. 37 ədəd divarı var. Divarlar da mənə maraqlı gəlir. Oo, bu nədir? Uşaqlar. Bu hesab əməlli başlı olddur ya. İndi gəlib onun yaşına da baxacağam. Görəsən neçə yaşındadır hesab. Bu da qəşəngdir, pis deyil. Bu da olddur, pis deyil, əladır. Bunu bilmirəm. Bu deyəsən təzə gəlmədi. Amma digər divarlar, baxın, bunlar olddular. Bu olddur, bu olddur. La Casa de Papel ən sevdiyim kinodur. Digərləri də ki, nəysə, bunları heç göstərib vaxtınızı almayayım. Gəldik kasaya. Kombindən bilinir ki, kasada maraqlı şeylər var. 255 ədəd, baxın, burada başlığımız var. Hansı ki, çəhrayı baş var. Sonra gəldik 167 ədəd maskalara. Maskalardan da pis deyil. Baxın, bu ağzında gül tutur. Baxın, bunu nə qədər əziyyət çəkib alırdıq. Keçən dəfəki videoda demişdim. Joker var, hətta qırmızı başlı Joker də var. Alok saqqalı var. Dovşan baş, bu deyəsən Padyalka dovşan başdır. Maraqlı dovşan setinin özü varmı? Maskası qəşəngdir bu arada. Əladır, pis deyil. Old elitlərin başlıqlarıdır uşaqlar. Qəşəng hesabdır, pis deyil. 51 ədəd maska var. Baxın, bu var, qara gözü var, pis deyil. Əla hesabdır. 500 kasadır. Yəni 495 təqribən 500 kasadır. Qarava dalaskası var dostumuzun. Haydutu var, Eson köynəyi var. Yəni var ki var da. Yəni çox şey burada var. Əladır, pis deyil. Kasanı axıra kimi sizlərə göstərim. Old elitlərin paltarları burada mövcuddur. Gəldik şalvarlara. 335 ədəd şalvar kasamız var. Deməli, hansı ki bunun biri elə mələk şalvardır. Zaten ən dəyərlisi odur. Eyni zamanda Runaway var. Baxın, caz pantolonlar, 2 ədəd caz pantolon var. Biri qırmızı ürəklidir, biri isə sadə, qara olan. Və eyni zamanda da köhnə şalvarlar burada mövcuddur. Gəldik ayaqqabılara. 291 ədəd, yəni təqribən yenə burada 300 ədəd ayaqqabısı var. Elə ən dəyərlisini kuşanır. Mavi ayaqqabı. Eyni zamanda Astro ayaqqabı da var, ağ ayaqqabı da var. Vietnamkaları var. Yəni full də, yəni nə Vietnamka varsa hamısını kuşanır dostumuz. Eyni zamanda da baxın bunlar da var. Gəldi ifadəyə. İfadələr full olacaq 100%. Baxın, qrup ifadəmiz var, belə bir qrup ifadəmiz var. Bu var. Ha, bunu bilirəm, bu otomata gəlmişdi. JKT 48. Bu uşaqlar, bu ifadə tək tuş hesablarda var, deyim niyə? Bu cəmi cümlətamız otomata bir dəfə gəlir, daha gəlməyib. Yəni ona görə də çox dəyərli bir şeydir. Yəni bu hesabda da bu var. Baxın, bu La Casa de Papel'in ifadələri var. Bu ifadə, bu da olddur, bilən bilir. Ürək ifadəsi var, gül ifadəsi var, taxt var, gülmək var. Əladır. Yəni hesab fulldur. Hesab çox qəşəngdir belə. Baxın, bu da var. Uyda, çox qəşəng hesabdır. Bu boy yapasındır. Bu heç. Bu var. Bunu bilən bilir. Pulsuz verilsə də, vaxtı ikən pulsuz verilsə də çox dəyərlidir, çünki olddur. Gəlir aşağı yavaş-yavaş. Yəni bunlar da sadə ifadələrdir. Gəliş effektlərinə. 4 ədəd gəliş effektləri, daha doğrusu 3 ədəd. Biri budur. Biri budur. Endirməmişəm, zürü sayın. Bir də ensin göstərim sizlərə. Baxın, budur. Bu da qəşəng gəliş effektidir. Pis deyil. Biri də budur. Bu keçən il gəlib. Amma ən dəyərlisi budur uşaqlar. Ona görə bunu kuşanmaq lazımdır. Keçdik yetenek görünümü. Burada elə də bir şey yoxdur. Koleksiyon. Koleksiyon gələndə 116 ədəd şalvar var, 102 ədəd deməli yağma kutusu var, 95 ədəd paraşütümüz var, 2 ədəd deməli düşmə effekti var saçdan. Bu dəyərli olmasa da yenə də köhnəndir. Amma bu çox dəyərli bir şeydir. Bu otomata cəmi cümlətamız bir dəfə gəlir. Hətta deməli Hiber kitabın deyəsən sonuncu səhifəsində var idi bu. Sonra gəldik maşınlara. Oo, maşınlar fulldur uşaqlar. Bir maşınlara baxın siz. McLaren P1. Bu var. La Casa de Papel var. Justin Bieber'ın maşını var. Yenə McLaren P1. Bu arada bu McLaren'in ən dəyərli maşınıdır. Biri qızılıdır. Qızılı McLaren. Biri də budur. Bu da qəşəngdir. Otomatdan alınır. Bu ən dəyərlisi baxın budur. 23 ədəd motosikl desenimiz var. Hesab fulldur. Yəni motosikl ümumiyyətlə maşın desenləri cəhətdən hesab fulldur. Bəyəndim. Bəyəndim. Canavar kamyon boyaqda var 2021-ci ilin. Bunlar standartdır. Yəni hesab maşın desenləri cəhətdən full imiş.
Bu at da var, düzdür dostumuz kuşamayıb, yenə də əlləmirəm, özü bilər. 349 ədəd profilimiz var. Baxın, old profilləri dostumuz bura qoyub, ulduzlayıb. Digərləri isə sadə, sıradan profillərdir. 393 ədəd sancaq var. Sancaqdır da bu, hə, sancaqdır. Baxın, dostumuz ən dəyərləri zaten ora ulduzlayıb. Digərləri isə sıradandır. 4 ədəd isə şablon deyirlər, nə deyirlər artıq siz qərar verin. Ondan var. Digər isə məncə bu qədər. Keçdik dostumuzun profilinə baxaq. Dostumuzun boya paslarına göz gəzdirik. Ümumiyyətlə bütün paslara göz gəzdirək. Sonuncu boya paslar demək olar hamısı açıqdır. Old elitlərə gələk uşaqlar. Old elitlər deməli çöl rozeti. Çöl rozeti neçənci pasdır? Yəni neçənci pasdan aktivdir? Bilən varsa kommentə buyura bilər. Yəni onları saymamışam, ona görə bilmirəm. Nəysə, bu qədər. Dostumuz deməli Battle Royale 23 ədəd qəhrəman olub və sonuncu sezonda artıq 4250-ci yeri tutub. Nəysə dostlar, bu dəfəki videomuzda da bu qədər. Hesabın qiymətini gəlin sizlərə açıqlayım. Hesabın qiyməti 160 manatdır. Real alıcıya endirim olunacaq. Əgər bu tip videoların davamını gəlməsini istəyirsinizsə, kanala abunə olub videolara like atmağı unutmayın. Dediyim kimi, bu videoya da ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Sağ olun, salamat qalın.